Salam, sabahınız xeyir. Qumatı mart, aprel, may aylarında vermək olmaz. Kommentlərdə tez-tez verilən suallarda verdiyim tövsiyədir. Bu ancaq bağlara aid bir tövsiyəmdir. Səbəbinə gəldikdə isə təbiət mart, aprel, may ayında pH tənzimləməsi üçün qış kimi bir fəsilə ehtiyac duyur. Yəni yüksək miqdarda yağıntılara ehtiyac duyur və asitli yağışlar özdə. pH mövzusunda buna toxunmuşam. Amma indi qumat yönündən bir daha toxunmaq istəyirəm. Yəni nəinki qumat, heç bir pH tənzimləyicisinin və pH dəyişdirən gübrə və dərmanların bu aylarda istifadəsi bütün işləri korlamaqdır. Məsələ orasındadır ki, biz ən çox qumatı yazda istifadə edirik. Kim necə istifadə etsin. Sadəcə nə etdiyini anlayıb etsin. Tövsiyə etdiyiniz qumat yazda təbiətin qış boyu 5-6 ay tonlarla, yağıntılarla düzüb qoşduğu xüsusi pH aralığını əldə etmək hədəfinə müdaxilə etməkdir. Bu da bilavasitə ağacın, məhsuldarlığın, çiçək tutumunun əleyhinə atılan addımdır. Bildiyiniz kimi qumat torpağa düşdüyü anda çox aktiv reaksiyalara və deyərdim ki, milyonlarla reaksiyalara qoşularaq pH-ı qısa zamanda qaldırır. Və bu təxminən temperaturdan asılı olaraq 5 gündən 25 gün arasında dəyişməyə məruz qoyur torpağa. Yazda pH dəyişməsi çox yavaş və proqramlanmış elementlərin mənimsənilməsinə hesablanmış şəkildə dəyişməlidir. Yazda havanın, iqlimin, temperaturun, pH-ın ani dəyişməsi həmişə məhsuldarlığa mənfi təsir qoyur. Adi yüngül yağış belə məhsuldarlıqda ciddi təsirini qoyur. Yəni məhsulunmu deyək, arzularınmı deyək, xəyallarınmı deyək, planlarınmı deyək, fərq etməz. Hamısının doğuş tarixi yazdır. Bolluğun və qıtlığın doğuluşu yazdır. Yazda şəraitin pozulması məhsuldarlığın doğuşunu birbaşa hədəf almaqdır. Ağaclar yazda doğdu, doğmadı, qaldı gələn yaza. Həmin ilin xəyalları da köçdü gələn yaza. Ona görə çalışın xəyallarınızı riskə atmayın. Yaz keçsin, meyvə tutumu formalaşsın, ondan sonra nə istəsəniz edin. Ümid edirəm ki, qumatı nə vaxt verək kommentinə daha cavab yazmaram. Qumatı nə vaxt istəyirsiniz verin. Mart, aprel, may ayı xaric. İkinci bir tərəfdən baxsaq, bu aylarda torpaq pH aşağı olduğu üçün qumatın aktivliyi də olmur torpaqda. Və torpağa bioaktivlik qazanmaq yerinə, yəni qumat adətən torpaqda bioaktivliyi artırmaqdan ötürüdür. Yəni bioaktivlik qazandırmaq əvəzinə, əksinə uzun müddət torpağın bioaktivliyini korlayır. Belə, yəni qumata nə vaxt verək sualına cavab vermək üçün daha çox bütün kommentlərə demək olar ki, eyni sualı cavab verirəm ki, mart, aprel, may xaric. Da onu ümumiləşdirdim ki, niyə vermirik mart, aprel, may xaric deyirik. Sağ olun.